Müsəlman ölkələrində çox vaxt cinsi məsələlər həmişə qapalı qalır. Ailələr o barədə məlumat vermirlər. Uşaqları maarifləndirmirlər ki, sən cinsi ehtiyacı necə ödəyə bilərsən. Avropada və Qərb ölkələrində, Amerikada məktəblərdə barədə tədrislər olur və uşaqlar öyrənirlər, sex educationlar olur. Bizdə etmək istəsələr, o saat valideynlər bunu pis qarşılayırlar, uşaqlarımızı pozğunluğa yönəldirsiniz, bu cür başa düşürlər. Amma özləri də bir şey etmirlər. Bu zaman yeniyetmələr, uşaqlar və yeniyetmələr bəziləri artıq bilmirlər cinsi ehtiyaclarını necə ödəsinlər. Və bu o vaxtdan başlayır ta böyüyənə qədər. Normal cinsi partner tapa bilmirlər necə ünsiyyət qursunlar. Əlbəttə, yenə də bu bəzilərinə aiddir, amma bu bəzilərinin çoxluq təşkil edir.